Müğənni Rəqsanə İsmailova ilə aparıcı Səidə Bəkir qızı arasındakı qalmaqal səngimək bilmir. Səidə Bəkir qızı Rəqsanənin body geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. Bunun ardınca Rəqsanə İsmailova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib. Eyni zamanda Səidə Bəkir qızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkir qızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb. Aparıcı saytımıza açıqlamasında bildirib ki, artıq hüquqa addım başlayıb. Məsələ ilə bağlı qalmaqal yaratmamışdım. Sadəcə faktları ortaya qoymuşdum. Jurnalist mövqeyimi ifadə etmişdim və bunu edərkən heç kəsi təhqir etməmiş, nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmamışdım. Müxtəlif mövzularda dəfələrlə jurnalist mövqeyimi açıq şəkildə ortaya qoymuşam. Lakin o, məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq mühafizə orqanlarına müraciət etmişəm.